Sumqayıtın havası pis idi. İndi maşallah Sumqayıtın havası ilə Kislovodskın havası kimidir. Amma təəssüf ki, bəzi vətəndaşlar, insanlar, yəni biraz gec müraciət edirlər həkimə və sizin fikrinizcə bu daha gec olmağı sizin işinizi nə qədər çətinləşdirir? O yanlış apendit diaqnozu ilə əməliyyatların sayı azalır. Bu dəqiqə robot texnologiyası ağır işlər onlar görürlər. Bunlar ancaq elə idarə edirlər. Yəni sən cərrahsansa kəsməlisən, sandıq ağzı kimi baxmalısan və orada diaqnozumu qoymalısan. İndi ona ehtiyac yox. Xərçəng xəstəlikləri kiçik əlamətlərdən özünü göstərir. Bilirsiniz, o artistlər yəni daha çox oranı zəbt ediblər. Elə həkimlər özləri də səhv edirlər. Bizə poliklinika o nətər deyim, təhkimçiliklə işləyir. Yəni biz ailə təbabətinə 30-40 ildir danışırıq, ona keçməmişik. Birmənalı keçməmişik. İnsanlar niyə özəl xəstəxanaya gedir, dövlət müəssisəsinə getmir? Amma bunun başı xarab deyil ki, bilir hara yaxşılara gedir də, elə deyilmi?